Qaxda sürülüb pişirilir təzə qoyun ətindən. Bunların hamısının dəyişdirib, ümumiyyətlə elə nazirlikdə işgəndə də gələn pul verilən elə belə heç bir qrup gəlib Azərbaycanda çəkiliş aparmır. Böyük bir maliyyə indi cibdən xaçlanır, hardan bu dövlətdən, Azərbaycandan gedir də, bizim əhalimizdən gedir. Gələn qonağa verilir pul, bir şey çəkilir. O şeyin axırı yoxdur. Məsələn, götürürlər sürülü haqqında gözəl bir Ukrayna televiziyasından gəlibdir ya, Moskvadan çəkdirirlər. Bu gələn turist nə vaxt gəlir Azərbaycana? Yayda gəlir. Yayda sürülü yeyilir. Yox. Yaxşı gəldi Bakıda birdən sürülü istədi. Hansı restoranda sürülü var? Yəni bu pulun qeyri-effektiv istifadəsi məndə dilim diş durmur. Deyirdim ki, niyə eləyirsiniz bunu? Tahir müəllim, sizin bəyənmədiyinizi mən başa düşdüm. Burada bizim bir çox mənim hörmət elədiyim, yetirməmin dilini gətirib çəkirlər, deyirlər ki, Bakıda jurnalistlər də deyir ki, burada quymaq verilir restoranda, bu qız qadın doğandan sonra verilir. İndi doğan qadınlar gəlib Bakıda mı doğacaqlar, yoxsa quymağı harada alacaqlar, istəyəcəklər, bunun anlamı nədir? Bilirsizmi, mən təbliğat şöbəsinin rəisi olmuşam, dedim SSR-in kulinariyası əsasında. Təbliğatın öz qanunları və hərəkət istiqamətləri var. İtələməyə getmək lazımdır.